Koç bürcü 30 oktyabr 2025-ci il. Bir çox tapşırığın öhdəsindən uğurla gələcəksiniz. Hətta bəzilərini eyni vaxtda görməyiniz mümkün olacaq. Gərgin keçəcək, amma darıxmayacaqsınız. Əldə etdiyiniz nəticələr sizi sevindirəcək. Qoçların çoxu zamanı elə düzgün bölüşdürəcək ki, həm işləməyə, həm də ünsiyyədə, həm yaxınlarına diqqət ayırmağa, həm də özünə qayğı göstərməyə çatdıracaq. Öncədən planlaşdırdığınız böyük alış-verişlər üçün münasib gündür. Hətta xeyirli xərclər də sizin üçün problem olmayacaq. Zərif davranışlarınız və nəzakətiniz yeni tanışları asanlıqla özünüzə cəlb etməyə kömək edəcək. Buğa bürcü 30 oktyabr 2025-ci il. Sizin işgüzarlığınıza yalnız həsəd aparmaq olar. Üstəlik hamının tələsdiyi və gərgin ab-havada yaratdığı şəraitdə belə xırdalıqlara yayındırmadan diqqətinizi toplamağı bacaracaqsınız. Bir çox həmkarlar üçün nümunə olacaqsınız. Sakit, taraz davranışınız istənilən çətinliyin öhdəsindən gəlməyə imkan verəcək. Bəzi buğalardan çox nüfuzlu insanlar kömək istəyəcək və bunun qarşılığını da layiqincə verəcəklər. Yalnız səmərəli işləmək yox, yaxşı dincəlmək də mümkün olacaq. Vaxtı evdən kənarda keçirmək daha uyğundur. Gəzintiyə çıxmaq, açıq havada idmanla məşğul olmaq və yaxınlarınızla parkda dolaşmaq əla fikir olacaq. Əkizlər bürcü 30 oktyabr 2025-ci il. Hər hansı vəziyyəti öz xeyrinizə çevirməyə bacaracaqsınız. İşgüzar çevikliyiniz və tez uyğunlaşmaq qabiliyyətiniz bu işdə yardımcı olacaq. Yeni tərəfdarlarla əməkdaşlığa başlamaq üçün əlverişli gündür. Xüsusən də xaricilərlə razılaşmalar uğurlu alınacaq. Bir çox əkizlərin peşəkar inkişaf üçün praktik bacarıqları mənimsəməsinin faydası olacaq. Müxtəlif bürokratik məsələləri həll etməyə asan olacaq. İnsanlar məmnuniyyətlə sizə kömək edəcək və işlərinizdə irəli getməyinizə şərait yaradacaqlar. Yaxın dostlardan sevindirici xəbərlər mümkündür. Sevdiyiniz insan isə çox maraqlı bir təkliflə çıxış edə bilər. Xərçəng bürcü 30 oktyabr 2025-ci il. Çətin və adətən etmədiyiniz tapşırıqlarda uğurla bacaracaqsınız. Zəhmət çəkmək lazım gələcək, amma nəticələr gözləntilərinizi üstələyəcək. Hər şeyi incəliklərinə qədər anlayaraq istənilən maneəni aşacaq. Rəhbərliyin gözündə özünüzü sərfəli tərəfdən göstərəcəksiniz. Yaxın zamanda vəzifə artımı və ya perspektivli vəzifəyə keçid təklifi alma ehtimalınız böyükdür. Ciddi və rasional ovqat təkcə iş problemlərini yox, ailə məsələlərini də uğurla yoluna qoymağınıza kömək edəcək. Bir çox xərçənglər yaxınlarına yardım göstərəcək, köhnə anlaşılmazlıqları aradan qaldıracaqlar. Şir bürcü 30 oktyabr 2025-ci il. Uzun müddətdir düşündüyünüz, lakin başlamağa tərəddüd etdiyiniz yeni bir işə başlamaq üçün münasib vaxtdır. Qətiyyətlə hərəkət edin, özünüzə inanın, hər şey alınacaq. Vaxtilə onlara kömək etdiyiniz insanlar indi sizə əllərindən gələn dəstəyi göstərəcəklər. Buna görə uğur özünü çox gözlətməyəcək. İdeal planlardan uzaq olan şirlər üçün isə dincəlmək, yaxşı vaxt keçirmək imkanı yaranacaq. İctimai sosial tədbirlərə qatılmaq çoxlu müsbət emosiyalar bəxş edəcək. Bir çoxları sizinlə yaxından tanış olmaq, ünsiyyət qurmaq istəyəcək. Qız bürcü 30 oktyabr 2025-ci il. Səbir və özünə inam işə yarayacaq. Sizi yeni səviyyəyə çıxaracaq. Perspektivli bir işə başlaya biləcəksiniz. Lakin uzun müddətli oyuna hazır olun. Əvvəlcə hər şey asan görünsə də sonradan çətinliklər qaçınılmaz olacaq. Onların öhdəsindən gəlsəniz, sərf etdiyiniz vaxta və gücə əsla heyfsilənməyəcəksiniz. Amma xeyli çalışmaq lazım gələcək. Bir çox qızlar yaxınlarının xüsusi diqqətini istəyəcəklər. Bununla belə özünüzü sevindirməyi də unutmayın. Çoxdan arzuladığınız xırda, amma xoş bir hədiyyə almaq üçün münasib gündür. Tərəzi bürcü 30 oktyabr 2025-ci il. Ezamiyyət və məzuniyyətə çıxmaq üçün uğurlu gündür. Yol yalnız uğurlu keçməyəcək, həm də yeni təəssüratlar bəxş edəcək. Uzağa getmək mümkün deyilsə belə, kiçik mühit dəyişikliyi də əhvalınızı qaldıracaq. Ən az tanımadığınız bir yerdə gəzintiyə çıxmaq faydalıdır. Səfərlərdə uzun müddətli münasibətlərə çevrilə biləcək romantik tanışlıqlar mümkündür. Tərəzilərin çoxu əla formada olacaq. Buna görə idmanla məşğul olmaq pis olmaz. Yalnız yükləməyin, gücünüzü olduğundan artıq qiymətləndirməyin. Əqrəb bürcü 30 oktyabr 2025-ci il. Vaxtilə sonraya saxladığınız işlərə qayıtmaq üçün münasib gündür. Bugün istəyinizə çatmağın yeni yollarını görə biləcəksiniz. Keçmiş istəkləri nəzərə alıb düzgün fəaliyyətlər planı quracaqsınız. Etibar etdiyiniz insanların məsləhətlərinə qulaq asın. Məqsədlərə daha tez çatmağın yolunu göstərəcəklər. Bir çox əqrəblər şəxsi həyatda köhnə problemləri həll edəcəklər. Yaxınlarla anlaşılmazlıqları aydınlaşdırmaq mümkün olacaq. Yükünüz də yüngülləşəcək. Çünki qohumlar qayğıların bir hissəsini öz üzərlərinə götürəcəklər.
Adam bürcü 30 oktyabr 2025-ci il. Səbir və qətiyyət sizə görünməmiş yüksəkliklər fəth etdirməyə kömək edəcək. Ən başlıcası, mümkün çətinliklər qarşısında geri çəkilməyin, əldə etdiklərinizlə kifayətlənməyin, narahat olmayın, hər şeyin öhdəsindən gəlmək üçün kifayət qədər gücünüz var. Üstəlik təcrübəli həmkarlar və nüfuzlu tanışlıqlar məmnuniyyətlə yol göstərəcəklər. Onlara məsləhət üçün cəsarətlə müraciət edin. Gözlənməz pul gəlirləri mümkündür. Bir çox oxutanlar özlərini və yaxınlarını sevindirmək istəyəcəklər. Bunu əla bacaracaqlar. Kiçik sürprizlər və ya vaxtında deyilən xoş sözlər dostlar, qohumlar, sevdiyiniz insan üçün dəyərli olacaq. Oğlak bürcü 30 oktyabr 2025-ci il. Hamı ilk cəhdə dil tapmaq mümkün olmasa da istənilən fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olacaq. Nəzakət və diplomatik yanaşma sizə kömək edəcək. Mübahisələr konstruktiv məcrada gedəcək. Münasibətləri korlamayacaq. Qarşınızdakını dinləyib, anlayacaq, hər kəsə uyğun kompromis təklif edə biləcəksiniz. Bəzi oğlaqlar işlə bağlı perspektivli təkliflər alacaqlar. Öz işinizi başlamaq və ya biznes açmaq üçün münasib məqamdır. Bağlanacaq müqavilələr nəzərə çarpacaq mənfəət gətirəcək. Yenə əməkdaşlıq isə uzun müddətli və səmərəli olacaq. Bolça bürcü 30 oktyabr 2025-ci il. Son vaxtlar sizi sıxan köhnə nigarançılıqlar nəhayət aradan qalxacaq. Artıq narahat olmağa əsas olmadığını görəcəksiniz. Həyat dərhal daha yüngül və xoş görünəcək. Ətrafdakıların dəstəyi də yerinə düşəcək. Çətinlikləri kiminlə bölüşəcəyinizi, sevinci kiminlə paylaşacağınızı anlayacaqsınız. Günün ikinci yarısı qonaq qəbul etmək üçün uğurludur. Təsadüfən elə bir insanla rastlaşa bilərsiniz ki, taleyinizdə nəzərə çarpacaq rol oynasın. Bir çox dolçalar üçün alış-veriş də faydalı olacaq. Xüsusən də qarderobunuza gözəl uyğunlaşacaq yeni geyim seçmək yaxşı alınacaq. Balıqlar bürcü 30 oktyabr 2025-ci il. Köhnə peşəkar problemin həllini tapacaq. Rəqibləri xeyli geridə qoyacaqsınız. Bununla da karyerada irəliləmə şansı əldə edəcəksiniz. Səy göstərməli olacaqsınız. Amma şərait də xeyrinizə işləyəcək. Lazım olan sözləri tapacaq. Gözləmədiyiniz adamlardan qəfil dəstək alacaqsınız. Qeyri-adi mənbələrdən pul daxil olmaları mümkündür. Bəzi balıqlar tək qalmaq, gələcək planları barədə düşünmək istəyəcəklər. Bunun üçün imkan da yaranacaq. Bununla yanaşı yaxınlarla vaxt keçirməkdə əla fikir olacaq.